Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq 66 gündür davam edir. Ekofəalların tələbləri isə dəyişməz olaraq qalır. Bugün də ərazidən müxtəlif növ nəqliyyat vasitələri maneəsiz hərəkət edib. Azərbaycan vahiddir, sərvətinə sahibdir. 66-cı gündə olsaq da hələ də onların tələbləri yerinə yetirilməmiş qalmaqdadır. Tələblər isə sadəcə ərazilərimizdə ekoloji terror dayandırılsın, ekoloji cinayətlər törədilməsin. Qarabağ İqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarına qarşı dekabrın 12-sində başlayan aksiyada Azərbaycan, İngilis və Rus dillərində şüarlar səsləndirilir. Etirazın 66-cı günündə də Rusiya sülh məramlılarına məxsus çox sayda nəqliyyat vasitəsinin ərazidən maneəsiz keçidi təmin olundu. Könüllərimizdə də yüksək ruh yüksəkliyi müşahidə olunur, əhval-ruhiyyə çox yüksəkdir. Bizim əsas məqsədimiz bu dinc aksiyada Qarabağ iqtisadi zonasında Azərbaycanın ekoloji sərvətlərinin qeyri-qanuni şəkildə talanmasını və daşınmasının qarşısını almaqdır. Məqsədimizə çatana kimi hava şəraitindən asılı olmayaraq biz öz dinc aksiyamıza davam edəcəyik. Biz yorulmadan eyni şüarları səsləndirir, ekoloji cinayətlərə yox deyirik. Biz bizim olan sərvətlərimizin qanunsuz istismarına yox deyir, filiz yataqlarımızda monitorinq keçirilməsinə şərait yaradılmasını tələb edirik. Biz bununla nəinki Azərbaycan ərazisində, hətta Qafqazda təbiətin mühafizəsi ilə bağlı çox şeyə nail olmuş olacaq. Ekofəallar ərazilərimizdə qanunsuz istismara və ekoloji terrora son qoyulana dək aksiyaları davam etdirəcəklərini bildirirlər. Elnur Tofiq, Sehra Cazadoğlu, Rüstəm Mikayılzadə, Nuray Mustafa, ASTV Xəbər.